oynadı, Macaristana da qarşı oynadı, Latviyaya da qarşı oynadı. Yəni bir yoldaşlıq oyununda Rıza Cəfərov daxil olmaqla hamı irəlidə, yoldaşlıq oyunu yəni deyirəm, bu rəsmi oyun deyil. Hamı qol vurmaq istəyir, hamı məğlub olmamaq istəyir. Burada əsl yoldaşlıq oyunda nəyi yoxlayırsan, seçmə mərhələyə biz necə hazırlaşacağıq, amma təzyiq o qədər çoxdur ki, futbolçuların üzərində bu təzyiq bəlkə də əlavə digər nüanslara gətirib çıxarır. Mən deyirəm, təzyiqlər olmamalı. Təzyiqlər haqlıdır, çünki milli udumur, milli axırıncı Volşon qol vurmuşdu, yadımıza gəlmirdi, qələbə qazandı. Amma bu təzyiqlər də artdıqca bir qədər də mənfi tərəfləri yaranan futbolçuların potensialında, oyununda, göstərdiyi meydandakı oyunda. Yəni doğru nöqtəyə toxunursan Mustafa Kamal. Ümumiyyətlə bizim milli ilə bağlı ən böyük yanlışımız burada yanlış. Biz inanılmaz dərəcədə bizim millidə, yəni bir qədər bəlkə də mənim bu fikirlərim yaxşı səslənməyəcək və doğru qəbul olunmayacaq. Bizim milli ilə bağlı çox böyük pafos var. Yəni dünya heç birində Azərbaycan qədər yəni milli pafos yoxdur da. Yəni milli bizim canımızdır, qanımızdır. Nə bilim, milli bizim həssas yerimizdir. Başa düşürəm. Yəni vətəni mən də yəni deyim ki, yəni ölkəmi, vətənimi az sevmirəm. Amma biz milli komandanın üzərinə o yükü çox yürüyür. Yəni o və biz yəni dünyada necədir belə deyək də. Avropa çempionatında və dünya çempionatında iştirak edirsə, böyük turnirdə və onu hər kəs milli assosiasiyada, milli anlayışla ona yanaşırdı. Amma bizdə tamam ki, bizim millimiz tarix boyu ən yaxşı halda 5 xal toplayıb səhv etmirəmsən də. Bəlkə də bir dəfə çox toplayıb. 5 yoxsa Praşenski 7-də keçmişdi bəli. Ola bilər. Yəni istisna biri ola bilər. Biz əslində millinin üzərindən təzyiqi azaltmalıyıq. Yəni milliyə bir futbol komandası kimi baxmalıyıq. Amma biz o qədər ona belə deyək, əlavə yükürük ki, və ekstra işləyirik. Yəni bilirsiniz necədir? Baxın, hər hansı bir Macaristan olsa nə olacaqdır? Və yaxud da ondan qabaqçı oyunda nə olacaqdır? Bizdə düzgün sistem qurulmadıqca, yəni biz tam ki bir qurduq, tam ki müəyyən bir strategiya və sistem qurduq. Fikirləşməliyik ki, biz 5 ildən sonra biz idman uğurları qazanacağıq. İdman uğurları sadəcə olaraq. O da meydanda qazanacaq idman uğurları olacaq. Bizim millidə, Azərbaycan millisinin hər hansı bir uğur qazanması, yəni meydanda bugün Macaristan, yoldaşlıq oyunu, əsas və yaxud da rəsmi qarşılaşmalar da ola bilər. Bu oyunda uğur qazanması bizə hal-hazırda milli təəssübkeşlik qazandırmayacaq. Bizim milli nə bilim duyğularımızı, milli anlayışımızı gücləndirməyəcək. Bu zaten bir-birinə aid olmayan mövzulardır. Yəni ölkə sevgisi, yəni sadəcə olaraq Azərbaycan millisinin anlayışında olmamalıdır. Hər şəxs öz işində, vəzifəsində, operator işində, sürücü yəni işində, mexanik, mühəndis öz sahəsində, hər öz işində işini görmə bu vətənə sevgi, doğru yanaşmadır. Amma biz futbolçulara hər kəs öz işini doğru görməyən adamlar da belə milliyə təzyiq yükürlər. Bu doğru yanaşma deyil. Yəni bunu təbii ki, bir mənada qarşılanmayacaq. Yəni mən ölkəmi çox sevirəm, heç adı da sevmirəm. Yəni mənim üçün çox önəmlidir. Amma biz futbol komandasını bu milli damlıqdan uzaqlaşdırmalıyıq. O zaman daha rahat olacaq. Mən demirəm, onlar tamamilə sərbəst ol. Təbii ki, üzərində təzyiq olmalı. Sən bayrağı təmsil edirsən, ölkəni təmsil edirsən. Amma ona belə deyim də o Pele söhbəti var. Deyir, bunu idman tərəfdən yanaşmaq lazımdır. Yəni Pelenin bir söhbəti var ya, bu xokkeyçilərin o dünya çempionu olanda deyir ki, nə vaxt olacaq Rusiya deyir ki, Braziliya xokkeydə dünya çempionu olanda. Biz sanki biz futbolçularımız onlar meydana çıxıb deyəndə biz ondan dünya çempionluğunu gözləyirik. Biz dünya çempionluğunu və yaxud Avropa çempionluğunu gözləyirik. Bu sistemli şəkildə olmalıdır. Və yaxud da sanki elə görünür ki, kənardan baxanda biz illərdir İtaliya kimi 4 qat dünya çempionuyuq. 2 mundiala gedə bilmirik və bunun qarşısında azarkeşlər qəzəblənir, azarkeşlər bunu qəbul edə bilmirlər. Yəni keçmişə də varandı. Yəni aşağı yuxarı sənin bəyaz sözünə görə 7 xaldan o tərəfə keçdiyimiz dönəm də olmuyor və millinin göstərə biləcəyi, potensial göstərə biləcəyi oyun bir yerə qədər idi. Yəni yüklənmə yenə deyirəm. Mən Macarıstanla oyunu istəyirəm. Yoldaşlıq oyundur. Sanki rəsmi oyuna çıxıblar və sonuncu oyundadılar. Zədələnmə bahasına belə zədələnə bilərdi bir neçə epizoda futbolçular. Özlərini qurban verirlər ki, bir tək Macaristana yəni uduzmayaq, bir sakitlik olsun ictimaiyyətdə. Amma yenə də bu deyirəm, yoldaşlıq oyunu